Çox hörmətli DTX rəisi Əlin Ağayev. Niyə peysər atırsınız? Əlin Ağayev, bu xallı Alyonanı hardan çıxartdın? Bu nədir? Cavid Qurbanovu da qoşmusan özünə. 2 dənə maşinli, 2 arvadı qəhbə. Erməni südü əmənlər dövlət büdcəsini talan edirsiniz, hə? Əlişqa. Cavid, Əli, Cavid Qurbanovun adamı gəlib mənimlə görüşüb, xəbərim var. 150.000 avro pul təklif edib, almamışam. Niyə cinayət işi açmırsan bu günə kimi? Hə? İkiniz də biri qəhbənin balasısınız. Hə? Alyona söhbətini gündəm eləyib, İlhamı qorxudub, dövlət büdcəsindən milyonlar alırsınız. Əliyev ailəsini şantaj edən 5 milyon pul istədi. Hə? Qəhbənin balaları, mən sizdən pul istəyən var. Hə? Özünüz bir şou yaratmışsınız. Hə? Deməli 5 milyonu bütün şeydə nədir bu? Avropada danışan bütün problemli insanların problemini həll eləmək var. 5 milyon o biri var idi, o aloğludur, götoğludur, nədir? Bir blogerə, bir partiya üzvünə 30 neçə milyon pul veriblər 10 ildə. Bunlar belə büdcəni talan edirlər. Əlişqa, Ramazanı yola verdiyim, Cavid Qurbanov, Ramazanı yola verdiyim. Əlin Ağayev, sənin anavı aparıb Nazlı otelində qayıracam ruhunu, arvadılı, gəlinlərdi. Cavid Qurbanov, sənin də erməni anava qatar, tramvay, avtobusu təliyəcəm. Çox maraqlı olacaq. Özünüzdən müğayət olun, peysərlər. İlhamı Mehribənin soydurmaya davam edin. Mənim haqqımı bərpa eləməlisiniz, qəhbənin balalar. Mən nə şantaj edirəm, nə də bir şey. Bax, əlimdə sənədlərim var. Hamınız görmüsünüz. İbrahim Nehrəmlinin qəhbə arvadının qızının ağzına verin. Sizinki sizdə, mənimki məndə. Bayramımız mübarək, peysərlər.